Bu ali təhsil müəssisəsinin tələbələrinə jest, əlavə təqaüd veriləcək. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün yeni təqaüd proqramları təsis edilib. Komitədən reporta bildirilib ki, Qurani Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədi ilə Seyid Yəhya Bakovi təqaüdü institutun tələbələrinin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərmək, onların bu istiqamətdə təkmilləşdirilməsini təşviq etmək məqsədi ilə təsis edilən Şeyxülislam Məhəmməd İrəvani təqaüdü institutu seçən yüksək ballı abituriyentlərin sayının artırılması, orta keçid balının yüksəldilməsi məqsədi ilə Həmzə Nigarə adına təqaüd Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək məqsədi ilə fond tərəfindən Xurşidbanu Natavan təqaüdü təsis edilib. Təqaüdün müsabiqə təşkil edilməklə 3 nəfərdən ibarət komandalar şəklində müxtəlif mövzularda təqdimat hazırlayanlar arasında qalib olan komandaya verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Seyid Yəhya Bakovi təqaüd proqramının qalibinin müəyyən edilməsi üçün müsabiqə prosesi artıq başlayıb. Proqramın qalibi Gözəl Quran oxuma müsabiqəsi əsasında müəyyən ediləcək. Qalib üçün bir il müddətində 150 manat məbləğində təqaüd nəzərdə tutulub.